Ailə planlaşdırması nədir və hansı üsulları var? Bu haqda nəyi bilmək vacibdir? Həkimə müraciətlər nə vaxtdan başlanılmalıdır? HB Güvən Klinikasının cərrah mama ginekoloqu uzman doktor Aytən Rəsulzadə danışacaq. Bu həmlərin təbii ki, bir yan təsirləridir. 35 yaşın üzərində iri çəkisi olan, ailəsində tromb öyküsü olan, kolesterolu yüksək olan xəstələrdə istifadəsi bizim üçün bir əks göstərişdir. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mən doktor Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışında hər birinizi xoş gördük. Verilişimizə Ege Hospitalının Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Əziz tamaşaçılar, ekrana yaxın əyləşin, çayınızı, kofenizi hazır eləyin. Bugün xanımlarımızdan danışacağıq, ailələrdən danışacağıq, belə deyək, ailə planlamasından danışacağıq və istərdim qonağımızı sizlərə təqdim edeyim. Bizim bugünkü qonağımız HB Güvən Klinikasının uzman mama ginekoloqu Aytən Rəsulzadədir. Necəsiz doktor? Sağ olun, siz necəsiz? Təşəkkürlər. Mövzumuzu dedik, nədən danışacağıq ailə planlamasından. İstərdim biraz bu terminologiyanı biraz açaq. Ailə planlaması tam olaraq nədir? Tamam, təşəkkür edirəm öncəliklə. Ailə planlaması bir cütlüyün, sağlıqlı olan bir cütlüyün istədiyi zaman, istədiyi sayda sağlıqlı övlad sahibi ola bilmə yetisinə sahib olmasıdır, belə deyim. Bunun da tamamilə tam əksi təbii ki, istənməyən hamiləlikdən qorunma yöntəmləri də buna daxildir. Çünki sağlıqlı olan bir cütlükdə həm qadın tərəfdən, həm kişi tərəfdən bir problem olmadığı təqdirdə cütlüklərdə qorunmasız ilişkidə bir il müddətində %85-ində zaten hamiləlik əldə edilir. Bunun eyni şəkildə hamiləlikdən qorunma yöntəmləri də bu olasılığı daha azaltmaq üçün seçdiyimiz yöntəmlərdir. Hamiləlikdən qorunma üsullarından danışaq. Mən elə gəlirəm tamaşaçılar üçün maraqlıdır. Həm də bunların bildiyimiz qədər bir neçə növü var. İstərdik ilk növbədə təbii üsullardan danışaq. Nədir bu təbii üsullar? Belə ki, təbii üsullar dediyimizdə, yəni əslində hamiləlikdən qorunmanın 3 kateqoriyaya ayırırıq. Biz doğal yöntəmlərlə qorunmaq, medikal yöntəmlərlə ola bilər və ya cərrahi üsullarla. Təəssüf ki, bizim toplumumuz daha çox təbii yöntəmləri, doğal yöntəmləri seçərəkdən hamiləlikdən qorunmağa cəhd göstərir, seçir bu yöntəmi. Amma çox zaman da bu yöntəmlər başarısızlıqla nəticələnir. Çünki güvənilirliyi düşük olan yöntəmlərdir. Misal olaraq, daha çox xəstələr, daha çox qadınlar günlərini hesablayaraq, yəni hamiləlikdən qorunma yöntəmini seçirlər. Öz ovulyasiya günlərini hesablayaraq, buna görə menstruasiya günlərini hesablayaraq hamiləlikdən qorunma metodunu seçirlər. Bu düzgün bir yöntəm deyil. Çünki bir çox faktora bağlı olaraq qadınların siklusları dəyişə bilir. Bunun stres faktoru ola bilər, xəstənin kilo ala verməsi ola bilər, mövsüm dəyişikliyi ola bilər. Altda heç bir hormonal səbəb olmaya da bilər. Bu güvənli bir yöntəm deyil. Təbii ki, belə bir yöntəmin %70-%80 doğruluq payı var. Qorunula da bilinir, amma yenə deyirəm, effektiv bir yöntəm deyil. Necə bəs heç bir metod istifadə etməyib, cərrahi bir seçeneyi də seçmək istəməyən, həb vasitəsi kullanmaq istəməyən, bir medikal yöntəm kullanmaq istəməyən və sadəcə günü ilə hamiləlikdən qorunmaq istəyən insan bəs bundan necə bir qismi də olsa fayda sağlaya bilər? Təbii ki, düzənli siklus görən bir qadının son 14 günlük periyodda heç bir zaman, yəni %95 ehtimalla dəyişmir. Luteal faz dediyimiz evrəsi dəyişmir və bunun öncəki siklusunda, məsələn 30 gündə menstruasiya görən bir qadın, aybaşı görən bir qadının ortalama ovulyasiya günü 16-cı günə təkabül edir, 16-cı günə denk gəlir. Bir qadının yumurta hücrəsi vücudunda atılandan sonra, ovulyasiyadan sonra 24 saat yaşaya bilir. Ancaq spermin isə qadın vücudunda ortalama yaşama ömrü 5 gün ilə 7 gün arasında dəyişir. Zaten istənməyən hamiləliklərin olma səbəbi də bir nevi budur. Xəstələr ovulyasiya günlərini istər vücud, bədən temperaturları artdırır. Bunu hiss edə bilərlər və ya o dönəmdə vaginal axıntılarının kıvamı, yoğunluğu arta bilər. Ovulyasiyalarını bu və ya bəziləri deyir, mən hiss elədim, sağ tərəfimdən yumurtlayıram bu ay, yəni o ağrını qasıq tərəfindən hiss eləyirlər, məsələn sol tərəfimdən hiss etdim deyə. Bunu hiss edə bilərlər, ancaq o günlərdə sadəcə ilişkidən qaçırmaq hamiləlikdən qorunma yöntəmi olmayacaqdır. Çünki vücuddakı spermin də bir yaşama ömrü var. Buna bağlı olaraq da istənməyən bir hamiləlik baş verə bilir. İkinci bir yöntəm olaraq ilişkidən
qaçırmaqdan ziyadə erkeğin ejekulatının, yəni spermin tam boşalmaması, geri çəkmə yöntəmi ilə qorunmağa çalışırlar. Hani bir ejekulat, yəni bir sperm axışında milyon dənə hani sperm varkən bunun sadəcə döllənməsinə səbəb olan tək bir spermdir əslində. Hani bu da çox bir effektiv qorunma yöntəmi deyil o üçün. Onun üçün bir də məsələn kondom ya da yəni prezervativ kimi, yəni baryer yöntəmlərinə spermisid ya da vaginal süngərlər, daha doğrusu uşaqlıq boynuna süngər yerləşdirərək bunun qadınlardakı, yəni erkəklərdəki kondomun qarşılığı qadınlarda servikal başlıq olaraq keçir. Bu yöntəmlərlə qoruna bilərlər. Ancaq bunların infeksiyaya yatkınlığından olması və ya cinsi infeksiyalara qorunmamasından qaynaqlı çox da effektiv yöntəmlər deyil dediyimiz kimi. Tibbi üsullardan danışaq, biraz da medikament üsullardan danışaq. Təbii ki, hər zaman tərcihimiz medikal yöntəmlər olur, amma bunun üçün də hər klassman buna uymur. Çünki ilk olaraq bir həb vasitələri var təbii ki, ancaq həb vasitələri də hər xəstə üçün uyğun deyil və hər xəstə də buna uyğun eyni şəkildə reaksiyon göstərmir. Məsələn, 35 yaşın üzərində və kilolu olan, ailəsində tromb öyküsü olan, ürək-damar problemi olan bir insana biz həb vasitəsi verməyi məsləhət görmürük. Çünki bu problemləri daha çox progresə edəcək və hani xəstə başqa bir problemlərlə bizim qarşımıza gələcək. Daha çox hani gənc hasta qrupunda düzənli dərman istifadəsinə uyğun xəstə klassında biz bunu istifadə edirik. Təbii ki, bunu xəstə ilə biz danışıb hani qarşılıqlı bir konsiliuma əsasən qərar verməmiz gərəkir. Çünki o dərmanları bir gün istifadə edib ikinci gün istifadə etmədiyinizdə hani onun effektivliyini tamamilə bozmuş olacaqsınız. Çünki bunun da bir yöntəmi var. Bir gün ilacı kullanmadığınızda ikinci gün 2 həb kullanmanız və ya o günlərdə ek bir qorunma yöntəmi istifadə etməniz, yəni yenə deyirəm prezervativ, kondom kimi və ya başlıq kimi kullanmaqları zorunlu olur ki, xəstə bunun bilincində olmur və bu periodda hani mən sadəcə həbi kullanmadım bir gün kullanmamaqla gebe mi qaldım, hamilə mi qaldım deyə gələ bilirlər. İkinci bir yöntəmlərdə uşaqlıq daxili vasitələr ola bilər, spirallar ola bilər. Təbii ki, bu bizdə hani biraz qadınlarda bu şey var. Mən gümüş spiral istəyirəm, mən qızıl spiral istəyirəm, mən mis istəmirəm. Əslində bunların heç birinin bir fərqi yoxdur. Nə etkinlik açısından, nə istifadə müddəti açısından, nə də təsir açısından heç bir fərqi yoxdur. Sadəcə maliyyət olaraq bir fərqləri var. Mənimkisi gümüş olsun, mənimkisi qızıl olsun deyə bir istəkdə bulunurlar. O effektiv bir yöntəmdir, daxili vasitələr. Yəni təbii ki, yenə deyirəm, hər xəstə üçün uyğun olmasa da daha çox tərcih etdiyimiz yöntəmlərdən biridir uşaqlıq daxili vasitələr. Belə deyək, o üçünün fərqi olaraq istərdim. Üçünün heç bir fərqi yoxdur. Sadəcə maliyyət olaraq bir fərqi var. Müddət olaraq da genəldə 5 illik olaraq istifadə edirik biz burada. O orqanizmə düşüb-düşməmə məsələsi mi ön plana çıxır elə olanda, onu soruşmaq istəyirdim. Təbii ki, şöyle, hər hansı bir yad bir cisim var sonuç olaraq uşaqlıq daxilində və buna qarşı bir sensitiv də varsa, yəni o zaman uşaqlıq daxili vasitəni zaten istifadə etdirmirik və ya xəstənin davam edən və səbəbi bilinməyən bir qanaxması durumunda, olası bir hamiləlik şübhəsi olduğu durumunda və ya aktiv olan, davam edən bir vaginal infeksiyası durumunda zaten uşaqlıq daxili vasitələrin fərqi olmadan, misi, qızılı, gümüşü olmadan da istifadə etmirik, önərmirik. Təbii ki, bir də uşaqlıq daxili spiralların bir hormonlu olanı var. Bunu biz tək başına qorunma məqsədi ilə deyil də müalicə məqsədi ilə daha çox istifadə edirik. Müalicə məqsədində istifadə etdiyimiz zaman da eyni zamanda üstünlük olaraq da xəstələrə qorunma kimi bir etki yaradır. Çünki onun içərisində levonorgestrel dediyimiz bir hormon, progesteron hormonu var. Biz dediyim kimi daha çox müalicə məqsədi ilə işte anormal uşaqlıq qanaxması olan və ya miyoma bağlı, fibroma bağlı qanaxması olan, adenomiyozisi, endometriozisi olan, xroniki pelvik ağrısı, qasıq ağrısı olan xəstələrdə müalicə məqsədindən biz onu istifadə edirik və bu müddətdə də eyni şəkildə biopsiya alınıb eyni şəkildə taxılmalıdır. Çünki bəlkə altda yatan bir onkolojik xərçəng bir durum ola bilər. Hani biz bunu bilmədiyimiz təqdirdə birbaşa mən hormonlu spiral istəyirəm deyə müraciət edən xəstələr də olur. Çünki bu şəkildə bir yönətimimiz, müalicə metodumuz yoxdur. Öncə düzgün bir diaqnozunu qoymalıyıq. Xəstənin niyə qanaxması var, buna yönəlik medikasyonu planlayıb. Təbii ki, hormonlu spiral taxdıqdan sonra da onun bir hamiləlikdən qorunmaq kimi də təsiri olacaq. Bir də dəri altı implantlar var. O da eyni şəkildə. Bildiyim qədərlə son dövrdə daha çox gündə tərcih olunan bəli,
Onun müddəti 3 illikdir. Hani bəziləri deyir ki, mən uşaq daxili spiral taxdırmaq istəmirəm, implant taxdırmaq istəyirəm. Yenə deyirəm, bu xəstə uyğunluğu varsa, seçənəklər arasında təbii ki, xəstəyə sunulur. Eyni etki ilə, hormonlu spiral kimi eyni etki ilə mexanizma ilə göstərir. Servikal, yəni uşaqlıq boyunda bir tıxac oluşturur, mukus tıxacı deyim. O spermin keçişini əngəlləyir. Progesteron hormonu olduğu üçün uşaqlıq divarının çox qalınlaşmasına icazə verilmir. Buna bağlı olaraq oluşmuş olan yumurta və dölün daha doğrusu gəlib uşaqlıq daxilinə yerləşməsini əngəlləyir. Bu mexanizmalarla təbii ki, hamiləliyi əngəlləyir. Doktor, bildiyimiz qədər az öncə vurğuladınız daha doğrusu ki, ertəsi gün həbləri və ümumiyyətlə qorunmaq üçün olan həblər, bu həblərin bildiyimiz kimi iç kağızında belə deyək, uzun-uzadı yan təsirlər danışılır. Kilo alma, əlavə olaraq hormonal balansın pozulması, tüklənmə və s. kimi. İstərdim bu barədə fikrinizi alım ki, həmin o yan təsirlərə rəğmən bu həblərin qəbulu həqiqətən də göstəriş olaraq olurmu? Əslində çox gözəl bir məqama toxundunuz. Bu ertəsi gün həbləri ilə ilgili. Bununla ilgili özəlliklə bir dipnot keçmək istəyirəm. Çünki ertəsi gün həbləri hər istənildiyi zaman istifadə edilməsi gerəkən bir acil kontrasepsiyon yöntəmi deyildir. Çünki bəzən xəstələr hani hər ilişkidən sonra bu həbi istifadə edirlər. Hani və bir sonraki siklusunda anormal qanaxma, uşaqlıq qanaxmaları ilə bizə müraciət edirlər. O həblərin istifadəsi maksimum bir ay ərzində bir dəfə olacaq şəkildə, maksimum şəkildə qısıtlanmalıdır və hər ayda siklusunu bu şəkildə qorumamalıdır bir xanım. Həb dediyimdə daha çox belə sayılı həblərdən, içərisində hər iki progesteron içərən, həm estrogen, həm progesteron hormonunu içərən həblərdən, kontraseptivlərdən bəhs edirdim. Təbii ki, bir də əmzirmə dönəmində qadınların kullandığı, istifadə edə biləcəyi, südün miqdarına və ya keyfiyyətindən zərər verməyən sadəcə progesteron içərən həblər var. Buna sayılı 21 gündən 24 gün arasında dəyişən, amma nömrəli və hər gün istifadə edilməsi gerəkən həblərdir. Ertəsi gün həblər dediyimiz şeylər sadəcə bir tabletka olan, amma içərisində multidoz hormon içərən həblərdir ki, yenə deyirəm, bunu hər dəfə istifadə etmək uyğun deyil hər ilişki sonrasında. Bu onların tamamilə sikluslarını pozacaq, hormon balanslarını etkiləyəcək və bir sonraki sikluslarında artıq düzənli ovülyasiyalar da sikluslarında görməyəcəklər ya da anormal qanaxmalara səbəb olacaq. Bu həblərin təbii ki, bir yan təsirləri də biraz öncə dediyim kimi 35 yaşın üzərində iri çəkisi olan, ailəsində tromb öyküsü olan, laxtalanma problemi olan, ürək damar problemi olan, hətta müalicəyə rağmen keçməyən miqreni olan xəstələrdə, xolesterolu yüksək olan xəstələrdə istifadəsi bizim üçün bir əks göstərişdir. Çünki içərisindəki estrogen hormonu bu həblərin içərisində olan östrogen hormonu bunlara yatkınlığı bir nevi artırır. Ona görə bu cür xəstə qrupuna digər vasitələri, ya uşaqlıq daxili vasitələri və ya implantı və ya hani cərrahi üçün də uyğundursa, boruların bağlanması və ya hani belirli bir yaşın üzərindədirsə boruların direkt alınması və ya kişilər üçün də vazektomi dediyimiz işləmi təbii ki, uroloqlar tərəfindən icra edilə bilinər. Dediniz, indi onları açıqlayaq zəhmət olmasa. Cərrahi üsulları dediniz. Məsələn, boruların bağlanması. Boruların bağlanması əslində bəlkə də bilir tamaşaçılarımız tam olaraq nəyi nəzərdə tuturuq, amma çox adamda elə olur ki, fikir dəyişikliyi olur. Məsələn, boruların bağlanandan sonra deyir, mən indi də fikrimi dəyişdirdim. Biraz da bu barədə istərdim. Bəli, öncəliklə hamiləlikdən qorunma olar. Cərrahi yöntəmlər dediyimizdə ya boruların bağlanması ya da kişilər üçün də vazektomi dediyimiz bu işləmin qısaca hani bəhs edim. Çünki bu daha çox uroloqları ilgiləndirən bir işləmdir. Sadəcə ejekulyat pasajında spermin boşalmasını əngəlləyən bir mexanizması buna dayanan olan bir əməliyyatdır. Ancaq qadınlarda təbii ki, bir %100 hani qorunma yöntəmi təbii ki, boruların bağlanmasıdır. Bunu etdiyimiz, hani əgər ki, xəstə keysəriyyə əməliyyatı olursa, bunu əməliyyat zamanı da icra edə bilərik və ya hani hər hansı istədiyi bir dönəmdə laparoskopiya ilə də girib borularının bağlanması işləmini icra edə bilərik. Hətta 35 yaşın üzərindəki xəstələrdə borularının bağlanmasından ziyadə borularını alma kimi bir işləmdə edə bilirik ki, bu daha çox onu yumurtalıq, iləri yaşda yumurtalıq xərçənginə qarşı qoruyuculuq yaratsın deyə.
Bir özünüzce bir sual verdiniz. Hani təzədən hamilə qalmaq istəsə, təbii ki, bu seçeneği boruları olmadığı üçün doğal yöntemlerle olmayacaq. Yəni boruları alınmış bir qadında təbii ki, hamilə qala bilər. Sonuç olaraq yumurtalıq rezervinə ya da yumurtalıqlarına biz əməliyyat əsasında toxunmuruq. Ancaq yumurtalıqlara bağlanmış bir xəstədə təbii ki, rekanalizasyon dediğimiz, reanastomoz dediğimiz eski anatomiyasının bərpasına yönəlik əməliyyatlar icra edilə bilinir. Ancaq bu əməliyyatların da təbii ki, bir sonrasında gelişəcək yan təsirləri, təsir deməyim də, hamiləlik dövründə ola biləcək komplikasiyonlar olur ki, uşaqlıqdan kənar hamiləliklərə səbəb olur. Çünki anatomiyanı biz yenidən nə qədər bərpa etməyə çalışsaq da, fizyolojik olaraq bəzən onun artıq pasajı, tubal motilitesi eskisi gibi olmur. Və biz də bilirik ki, döllənmə prosesi borularda baş verir. Baş verdikdən sonra artıq implantasyon üçün uşaqlıq daxilinə gedir. Bu pasajda, bu yolda bir tıxac və ya motilitədə, yəni hərəkətlilikdə bir azalma olduğunda da boruda, yəni uşaqlıq daxilində olmayan bir hamiləlik durumu, ektopik hamiləlik dediyimiz durumuna rastlaşa bilirik təbii ki. Bəs doktor, siz bir mama ginekoloq olaraq son olaraq tövsiyələriniz nələr verərsiniz, belə deyək, bir tövsiyə kimi ki, bu dediyimiz, bayaqdan saydığımız, üstündə danışdığımız bu üsullardan hansılar daha effektivdir və son dönəmdə siz özünüz öz praktikanızda hansını tərcih etməyə çalışırsınız? Tercih etməkdən daha çox yenə deyirəm, bu xəstə ilə danışdığımız və ondan aldığımız anamnez və xəstənin də təbii ki, tələbinə uyğun olaraq birlikdə qərar verdiyimiz bir yöntəm olur. Daha genç yaşlarda təbii ki, xəstə də dərman istifadəsinə uyğundursa ki, bəzən bunu da istəyirlər, hani yenə deyirəm, vasitə istifadə etmək istəməyən, əməliyyat olmaq istəməyən insanlar həb vasitəsi kullana bilərlər, istifadə edə bilərlər, ancaq buna nizamlı bir şəkildə, günü-gününə, saatı-saatına uya biləcək şəkildə edəcəklərsə. Amma zənnimcə, hani bir məsləhətim daha çox effektivliyi də açısından daha çox uşaqlıq daxil vasitələr və ya implantlar kullanıla bilər. Çünki hani kəndisindən asılı olmayan bir hormon ifrazatı və ya hani mexaniki bir yöntemlə direkt hamiləlikdən %99 olaraq insanları qoruyur. Təbii ki, bir yan təsirləri də var, bunların ilərləyən dönəmdə ola biləcək. Amma bunu da xəstə ilə konsilium yaparaq hani müəyyən etməmiz gereken durumlardır. Teşekkür edirəm doktor. Həm fikirlərinizə görə, həm tövsiyələrinizə görə ayrıca olaraq. Doktor, ümid edirəm gələn verilişlərdə sizi burada görmə imkanımız olar. Təkrar xatırlatma eləyək ki, bizim bu iki qonağımız HP Güvən Klinikasının uzman mama ginekoloqu Aytən Rəsulzadə idi. Təkrar təşəkkür borc bilirik özümüzə və tamaşaçılarımız üçün demək istəyir ki, bir verilişin daha sonuna gəldik. Səhhətimiz verilişinə tək ARB TV ekranlarından yox, həm də sosial media hesablarından baxa bilərsiniz. Suallarınızı isə şərhlər bölməsində əlbəttə qeyd edə bilərsiniz. Səhhətimiz sağlam gələcəyin təminatı, əziz tamaşaçılar. Gələn görüşlərə dək.